Bilirsiniz, pəhriz əksəriyyətimiz üçün elə bir suyun altında nəfəs tutmağa bənzəyir. Aha, hər kəs o dərindən nəfəs alacağı anı gözləyir. Dəqiq. Hədəfə çatan kimi o sərt qadağaları qırmaq, necə deyərlər, azadlığa çıxmaq istəyirik. Bəs kimsə o nəfəsi heç vaxt buraxmasa, necə? Bax, bu artıq çox fərqli bir məsələdir. Bəli, bugün məhz belə bir qısa, amma çox maraqlı mənbəyə baxırıq. Söhbət müğənni Ayan Babakişiyevanın formada qalma sirrindən gedir. Missiyamız bu sərt qidalanma rejiminin detallarını və arxasındakı məntiqi anlamaqdır. Çünki bu, sağlam həyat tərzi adı altında tətbiq edilən, olduqca radikal görünən bir rejimdir. Tamamilə elədir. Hazır olun, əziz dinləyicilər, çünki bu təhlil sizin öz qidalanma vərdişlərinizə, yəni fərqli bir bucaqdan baxmağınıza səbəb ola bilər. Gəl əvvəlcə mənbədə ən çox diqqət çəkən məqamdan başlayaq. Karbohidratlardan tamamilə imtina məsələsi. Bu həqiqətən inanılmazdır. Sənətçi uzun müddətli 10 məmulatlarından və şirniyyatdan tamamilə uzaqdır. O qədər uzaqdır ki, nə vaxt yediyini belə xatırlamır. Və ən çarpıcı fakt, öz ad günündə belə o tortu yeməyib. Bax, gəlin bunu aydınlaşdıraq. Aha. Öz ad günündə tortdan imtina etmək, bu mənə biraz akvaparka gedib, amma suya girməkdən imtina etmək kimi gəlir. Maraqlı bir analogiyadır. Yəni, insan bu qədər məhdudiyyətlə özünü necə məhrum edilmiş hiss etməyə bilər axı? Bax, burada məsələnin psixoloji tərəfi dövrəyə girir. O, bunu bir məcburiyyət kimi və ya bədəninə verilən bir əziyyət kimi görmür. Aha, deməli psixoloji olaraq məsələni özü üçün həll edib. Bəli. O bunu sadəcə olaraq bir həyat tərzi kimi qəbul edərək məhdudiyyəti beynində normallaşdırıb. Başa düşdüm. Amma psixologiyanı kənara qoysaq, yəni bioloji tərəfi var axı bunun. Əgər o çörək və şirniyyat yemirsə, bəs necə ayaqda qalır? Bu da onun gündəlik yanacaq strategiyasına aparır. Deməli, sənətçi bildirir ki, onu 24 saat tox tutan bəlli yeməklər və tərəvəzlər var. Bax, burada vəziyyət həqiqətən maraqlı hal alır. Yalnız tərəvəzlərlə 24 saat tox qalmaq. Çox çətin səslənir. Bu sanki, bilirsən, adi benzin əvəzinə tamamilə xüsusi sintetik yağla işləyən, yüksək performanslı bir avtomobil idarə etməyə bənzəyir. Amma bu, doğrudan bu tək başına yetərlidir. Xeyr, əslində ekspert kimi vurğulamalıyam ki, burada açar söz vitaminlərdir. Aha. Belə sərt diyetalar həmişə qida maddələrinin çatışmazlığı riski daşıyır. Sənətçi də mütəmadi olaraq vitaminlər qəbul etdiyini, yəni heç bir vitamin itkisi yaşamadığını xüsusi qeyd edir. Deməli, tərəvəz toxluq verir, amma bədəni ayaqda tutan o əlavələrdir. Tam olaraq, bu cür ekstremal qidalanma tərzi yalnız kənardan edilən hesablanmış bioloji əlavələrlə, yəni vitaminlərlə təhlükəsiz və davamlı ola bilər. Beləliklə, o həm fiziki formasını qoruyar, həm də enerjili qalır. Deməli, yekun nəticə olaraq deyə bilərik ki, onun sirri yüksək iradə, məsələn, tortdan belə imtina etmək, strateji qidalanma və hesablanmış vitaminlərdən ibarətdir. Və bütün bunları da beynində bir əziyyət deyil, həyat tərzi olduğuna inandırmasıdır. Düzdür. Amma dinləyicilərimizə son bir təhrik edici fikir də vermək istəyirəm. Sənətçi buna əziyyət adlandırmasa da, bu vəziyyət məndə çox maraqlı bir sual doğurur. Nə kimi bir sual? Məsələn, ad günü tortu kəsmək kimi bizi bir araya gətirən ortaq bəşəri adətlərimiz var, şadlıq anlarımız var. Bəli, bunlar çox önəmli sosial rituallardır əslində. Belədir. Və bu cür qeyd etmələrdən belə sərt şəkildə imtina etmək, uzun vədədə bizim sevinc və sosial əlaqələrə olan münasibətimizi necə dəyişir? Çox yerində bir sualdır. Həqiqətən, bir tikə tort sadəcə kalori deyil, həm də bir xatirədir. Məhz bunu demək istəyirəm, bunun üzərində mütləq düşünməyə dəyər. Təhlilimizi dinlədiyiniz üçün təşəkkürlər. Sağ olun.